Bangladeş Xalq Respublikası Cənubi Asiyada yerləşən dövlətdir. Bangladeş keçmiş Şərqi Pakistanın ərazisində yaradılmışdır. 26 mart 1971-ci ildə müstəqil dövlətdir və rəsmi olaraq 16 dekabr 1971-ci ildən dövlət kimi təşkil olunmuşdur. Şimal-Qərb və Şərqdə Hindistan, Cənub-Şərqdə Myanma ilə həmsərhəddir və cənubda isə Benqal körfəzi ilə əhatə olunmuşdur. Və bu körfəz vasitəsilə Hindistan, Myanma, Şri Lanka, Tayland və İndoneziyanın Sumatra adası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Dəccə şəhəri, ümumi sahəsi 147.570 kvadrat kilometrdir. Valyutası Bangladeş takası, rəsmi dillər Benqal dili, əhalisi isə 169.828.911 nəfər olmaqla dünyada ən çox əhalisi olan 8-ci ölkədir.